Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edib. 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzində 7 emalatxana, 8 sinif və instruksiya otağı, peşə yönümü və karyera planlaması mərkəzi, eləcə də inzibati və texniki otaqlar fəaliyyət göstərir. Müasir texniki avadanlıqlarla təchiz olunan müəssisədə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Mərkəzdə yaradılmış şəraitlə tanış olan infotur iştirakçılarına burada peşə hazırlığı proqramlarının təşkili, tədris prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qarabağ Peşə Hazırlığı Mərkəzində ötən dövrdə 1400-ə yaxın şəxs, o cümlədən işğaldan azad olunmuş ərazilərin sakinləri olan 500 nəfərdən çox şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Təlim proqramları hazırlanarkən xüsusilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən və fəaliyyətə başlayacaq işə götürənlərin tələbləri, eləcə də regionun əmək bazarının prioritetləri nəzərə alınır. Tədris prosesi müvafiq meyarlar əsasında seçilmiş peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Infotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb. Mərkəzin fəaliyyəti ilə bağlı fikir və təkliflər dinlənilib. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi peşə hazırlığı sahəsində şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və görülən işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. Müəyyən peşələr üzrə burada biz təlimçiləri də və təlim keçənləri də burada gördük və məlumat üçün bizə bir təqdimat da keçirildi. Həmin məlumatda ki, 19 demək olar rayondan bax burada gəlib iştirak edənlər də var. Hətta müəyyən bildik ki, uzaqda yaşayanlar üçün həm yol pulu da verilir, yaxud da təşkil olunur. Buradan mütəxəssislər, təlimçilər gedirlər və orada bu təlimləri keçirirlər. Əlbəttə ki, bu çox gözəl bir addımlardır. Çünki qeyri-hökumət təşkilatların bax bu şəraiti görməsi o deməkdir ki, biz təbliğatımızı daha çox gücləndirməliyik. İnsanları maarifləndirməliyik ki, bu proseslər var. Dövlət bu prosesləri artıq qurubdur və buradan gəlib həm peşə alırlar, həm işə götürənlərlə müəyyən o əlaqələrin yaradılması olur. Hətta bir müddət mən bildiyimə görə və əmək haqlarını da elə olubdur ki, deməli, həmin məşğulluq idarəsi onu ödəyir. Bizim vətəndaşlarımız bu prosesləri bizim vasitəmizlə də bunları bilməlidir, öyrənməlidir. Nə sualları olsa həm dövlət qurumuna, eləcə də biz özümüz də qeyri-hökumət təşkilatları olaraq bu prosesləri maarifləndirməkdə biz həmişə hazırıq və əsas məqsədimiz hər birimizin, istər dövlətin, istər qeyri-hökumət təşkilatlarının və istər vətəndaşların əsas məqsədi odur ki, işlə təmin olunma üçün bu günləri şəraitlər yaradılır. Sadəcə getmək lazımdır, öyrənmək lazımdır və bundan istifadə etmək lazımdır. Əlbəttə ki, burada özünə məşğulluq proqramları da var. Mən deyərəm ki, biz xaricdə bu proqramı haqqında məlumat verəndə inanın ki, çox böyük maraqla qarşılandı ki, nə gözəl proqramlar var. 1 milyondan çox qaçqın və köçkün olan və heç bir dəstəyi ala bilməyən bir ölkənin bugün insanlarına bu qədər münbit bir şəraitin yaradılması peşə sahəsində və insanların savadlı olması, işə gedən zaman özlərinin savadlı baxımından özlərinin necə iştirak eləyəcək, necə işə götürüləcək, öz hüquqlarını bilməsi, öz peşələrini bilməsi bizim üçün çox sevindik ki, həqiqətən belə bir mərkəz yaranıb və burada bütün bu münbit şərait var və bütün sahələrdə aşpaz gördük, kompüter mərkəzini gördük. Hətta kənd təsərrüfatı heyvan necə saxlamağa qədər şəraiti gördük ki, bax belə bir sistemi yaratmaq olar. Azərbaycan cəmiyyətinin hər bir sahədə insanlarını mən istəyərdim ki, bu peşə kurslarından istifadə eləsinlər və işi götürənlərə də biz üzümü tutub deyirəm, ay işə götürənlər. Bugün bu peşə məktəblərinin sertifikatı olan insanları götürün ki, savadlı olsunlar. Gələndə bilsinlər ki, nəyi bilirlər, necə bişirirlər, necə yuyurlar, necə tikirlər. Qarabağ Peşə Hazırlıq Mərkəzinin əsas prioritet məsələsi böyük qayıdışa fokuslanmışıq. Burada biz bu il 812 nəfər peşə hazırlıq kurslarına cəlb eləmişik və 812 nəfərin
bitirənlərinin əsas hissəsini isə işğaldan azad olunmuş ərazilərdə işlə təmin eləmişik. Bunlardan əsasən ANAMA ilə əməkdaşlıq eləmişik. Burada 2 il ərzində 281 nəfərə peşə hazırlıq kursları təşkil eləmişik və onların 99%-nin işlə təmin olunmuşdur. Sonra sənaye parklarında açılan işə götürənlərlə əməkdaşlıq eləyirik və onlardan da BAFCO-nu misal göstərə bilərik ki, orada da indiyə qədər 100 müdavimə peşə hazırlıq kursu vermişik və onların da 90%-nin üstündə işlə təmin olunmuşdur. Hazırda mərkəzimizdə aktiv olan kurslarımız isə geniş profilli traktorçu, maşinist, təmirçi, çilingər peşəsi, bərbər, vizajist, manikür peşəsi, kompüter operatoru peşəsi, aşbaz, qənnatçı, şirniyyatçı və sair